Nyu-Yorkun məşhur mərkəzi vağzalı Grand Central 1950-ci illərin North by Northwest kinofilmində göstərilir. 1913-cü ilin fevral ayında inşa edilmiş vağzalın bu il 100 yaşı tamam olur. Vağzalın çox az dəyişmiş binası insanları bugünə qədər valeh edir. Hər gün 700 min insan vağzaldan gəlib keçir. Bəziləri qatara minir, bəziləri alış-veriş edir, bəziləri isə binaya tamaşa etməyə gəlir. Grand Central dünyada ən böyük dəmir yolu vağzalıdır. Burada 44 yeraltı platforma və 67 dəmir yolu xətti var. Mərkəzi zalın ornamentlə bəzədilmiş pəncərələri, zərgərlik işi olan böyük saat və yaraşıqlı bilet kassaları dəfələrlə kinofilmlərdə göstərilib. The Fisher King kinofilmində sərnişinlər mərkəzi zalda vals oynayır. Mərkəzi vağzal dəmir yolu nəqliyyatının möhtəşəmliyini göstərən, Allahın pulu olsa tikə biləcəyi tayı bərabəri olmayan bir məbəddir. Dan Broker 30 ildir mərkəzi vağzalda tranzit idarəsində işləyir. Bu illər ərzində onun bu yerə bağlılığı azalmayıb. Bu 20-ci əsrin əvvəllərinə aid memarlıq nümunəsidir. İnsanlar bu terminaldan keçəndə yuxarıda möhtəşəm tavanın gözəlliyinə əhəmiyyət verməyib. Tavan güzgü kimi düzəldilib. Tarixçi Justin Ferrati 30 ildən artıqdır turistlərə mərkəzi vağzalda bələdçilik edir. Onun sözlərinə görə vağzal səyahətdən zövq almaq üçün tikilib. Səyahətçi kimi sizi macəralar gözləyir. Öz ulduzunuzu tapıb arzularınızın arxasınca gedirsiniz. Burada öz qatarınızı tapacaqsınız. Bu da binanın dizaynının ən gözəl tərəflərindən biridir. Ferrati turistlərə hər bir memarlıq elementinin mənasını izah edir. İnsanlar vağzalda nəyə görə biri-biri ilə toqquşmur? Çünki döşəmədə hər lövhə ayaq uzunluğundadır. Daş lövhənin eni insanın qolunun enindədir. Daş blokların hər birinin rəngi fərqlidir. Şahmat taxtası kimi. 10 il davam edən səylərdən sonra 1968-ci ildə mərkəzi vağzalın üstündə ofis binalarının tikilişinə icazə verilmədi. Nyu-Yorkun ən görməli yerlərindən biri olan vağzal öz gözəlliyini qoruyub saxlaya bildi. Vaşinqtondan Dilşad Əliyarlı, Amerikanın səsi.